Ərbəin ziyarətnaməsində İmam Hüseynin qatillərini xarakterizə edir. Baxın gör nə deyir. Qad təvazərə aleyhi. Günahda, pislikdə, şərdə əlbir oldular. Yığışdılar bir yerə. Tapdılar bir-birlərini. Sənan Şimri tapdı. Şimir Ömər Sədi tapdı. Ömər Səd Hərmələni tapdı. Hərmələ İbn Ziyadı tapdı. Tapdılar bir-birlərini. Zülməd ya. Qad təvazərə aleyhi. Yığışdılar bir-birlərini tapdılar. Bilsən, nanəciblər bir yerə yığışanda pis işə daha da çox cürət tapırlar. Bir-birlərini təşviq edirlər. Bu oxu çəkib atır, o daşı vurur. O daşı atır, o birisi qulaqdan sırğanı çəkir. O qulaqdan sırğanı çəkir, biri atla çıxır. Birinin başı kesilmişdi səhabənin. 2 nəfər bir-biri ilə vuruşurdu ki, mən kesmişəm o başı. O tərəfdən Ömər Səd olmalıdır. Qıraqdan baxıb, deyir, bunlar cəhənnəmin üstü dalaşırlar. O da bilir, ha, nə var? Buna deyilən yarışmaq. Allah uzaq eləsin. 5 dənə nanəcib gedə bir-biri ilə görüşə, bu buna adiləşdirir, bu buna. Bəhsə düşürlər. Ziyarətnamə o deyir, təvazərə aleyhi. Hüseyin üçün, Hüseyini şəhid eləmək üçün əlbir oldular. Vizir ağırlığa deyirlər. Ağırlıq, o boyda ağırlığı götürdülər. Mən xərrəthud dünya. Kim götürdü? O kəslər ki, dünya onları aldatdı. Həqiqətlərini, heysiyyətlərini, mənliklərini, qeyrətlərini satdılar. Nəyə satdılar? Dəyərsiz bir şeyə satdılar. Və şəra axirətəhu bis-səmənil əvkəs. Axirətlərini qəpik quruşa dəyişdilər.